Sabahın xeyir Azərbaycan. Gəlin bir yerdə maraqlanaq. Hansı amillər dilimizə pis təsir göstərir? Dilimizi korlayan amillər sizcə hansılardır? Məncə sosial şəbəkələrdə istifadə olunan sözlərin insanlar tərəfindən istifadə olması da götürülməsi. Daha çox yad sözlər istifadə etmək pis təsir edir. Mediada cümləni başlayırlar nə, yəni ilə, belə ki, o qrammatikada başqa yerdə durmalıdır da. Ümumiyyətcə pis deyil, dilimizdən mən yaran deyiləm. Rus sözləri çox işlədirik. Hər kəlməmizin başında, ortasında öz dilimizi yadırğamış kimiyik. İnşallah yəqin ki düzələr. Başqa dillərdən istifadə olunan sözlər, gəlmə sözlər, rus dilindən istifadə olunan sözlər. Yəni öz dilimizdən istifadə etsək daha yaxşı olar. Bizim dilimiz məncə ən gözəl dildir. Hava ifadələr, mənim fikrimcə. Məsələn, insanlar bəzən küçələrdə yeriyir ki, ağzına gələn danışırlar. Məncə türkcə seriallara və başqa dildə seriallara baxmaq mənə təsir edir. Çünki öz dilimizdə danışmır. Əsaslı uşaqlar türkcə baxırlar və o dildə danışırlar. Azərbaycan dilini unudurlar. Sizcə hansı amillər Azərbaycan dilinə mənfi təsir göstərir? Alfabamızda olmayan səsləri səsləndirmək. Məsələn, Ç hərfini düzgün səsləndirməyən insanlar var. Bizim dilimizdə başqa dillərdən alınma sözlər, yabanı sözlər belə deyək, onlar pis təsir edir. Amma bizim öz dilimiz çox zəngin dildir. Hesab edirəm ki, hər kəs öz dilində danışmağı bacarmalıdır və biz öz gözəl dilimizin haqqını verməliyik.